Segahın bir çox növlərini yaratmışlar. Məsələn, Mirzə Hüseyn segahı deyirlər. Onun üçün deyirlər? Çünki 18-ci əsrdə məşhur ifaçı olub. Mirzə Hüseyn yeni bir segahı başqa bir üslubda oxuyubdu. O, manəndə müxaliflə başlayıbdı, ondan sonra başlanır maya. Ondan sonra oxuyubdur segahı, Hüseynqulu segahı deyirlər. Sarabski həsr olunmuş segahdır. Hüseynqulu Sarabski onu oxuyurdu belə. Sonra Haşim segahı deyirlər. Haşim Kələntərli ifaçı olubdu 20-ci əsrdə. Onun səsi ilə əlaqədar o segahı başqa cür oxuyub ona Haşim segahı deyirlər. Ümumiyyətlə, segah bir dənə olur əvvəl. Orta segah, ona deyirlər bizə mimayəli segah. Biz el arasında orta segah deyirlər. Zabul segah deyəndə bilində ki, bu orta segahın zabuludur. Sonradan zabul ona qoşulub, deməli ki, zabul da ayrıda bir muğam olur. Sonra bunlar ikisi tamamlıqları bir-birinə uyğun gəldiyi üçün zabul segah dəstgahı yaranır. Sonradan bundan törəmələr əmələ gəlir. Məsələn, Mirzə seyyahı, Xaris seyyah, Haşim seyyah deyirlər, sonra Yalxın seyyah. Bunlar hamısı deməli ki, zabul seyyahdan törənib. Neçə qəbilli bizim seyyah adlı muğamlarımız var. Mirzə Hüseyn seyyahı muğamı, Xaris seyyah muğamı, Həşim seyyahı. Görürsünüz, iki şəxsin adı ilə bağlı, yəni şəxs Mirzə Hüseyn və Haşim. Sonra gəlir zabıl seyyah dəstgahı, seyyah zabıl dəstgahı. Bax, zabıl seyyah da var, seyyah zabıl da var. Bunlar da ayrı-ayrıda ayrı bir mahiyyət daşıyırlar. Seyyahda olan eşq, məhəbbət, yəni torpağa məhəbbət, anıya məhəbbət, sevgiliyə məhəbbət, qadına məhəbbət, evlada məhəbbət. Yəni, heç bir muğamda yoxdur. Mən ən çox sevdiyim muğam Segah muğamı. Segah Azərbaycanda ən çox yayılmış muğamlardandır və Bəhrəm Mansurovu, Allah onun ruhunu şad eləsin, deyirdi ki, bütün muğamlar, segahların anası orta segahdır. Bu da gəlib çıxır zabul segaha və bütün segahlar orta segahdan